Tanış. Bu kadar kızım var. Ne yapayım? Bəli, onu da bildirim ki, bu vlogda ən çox müəllimlər rəsmini görəcəksiniz. Şimdi batacıyor. Öptücü bu tarafa. Adam tabii. Çok tehlikeli, çok tehlikeli. Görüşürüz. Burası soğuk. Değerli dostlar, indi biz hardayıq? Biz Qobustandayıq. Çok güzeldi. Uşaqlar katamalarında üzürlər. Biz də onların bitirməsini gözləyirik. Ona görə indi Bakımda yer tapdıq və gəlmişik ora baxmağa. Rəsmi xanımdır bu. Biraz büyük yavaş okudum. Sənkirə gördük, indi onu axtarmağa çalışırıq, amma inanmıram tapaq. Tapmağı da istəmirik əslində, nə yalan deyim. Nə göz axtarırıq, prosta bismillah, prosta prosta video düşsün deyə tapmağa çalışırıq onu bayaqda. Burada deşiklər var. Ben onlardan qorxuram. Rəsmə də gedir elə. Niyə biraz sizə maraqlı həyat yaşamağa dəyməz. Allah qurbanı qabarır. Sən də özünüzü düşünün. Ne oldu? Bana bir nefes sızlardı. İki yolculuğumuz Şamaxıya, Qobustandan gedirik. Həyəcanlıyıq. Rəsədxanada Şamaxı rəsədi neydi? Rəsədin Tunsiyada Şamaxı fizika rəsədxanası. Yemin deyirəm səsin gəlir, çünki çox səs geliyor burada. Dostlar, öz fikrinizi bildirin. Rəsədxana. Yaşam kimdir? Yaşam kimdir? Rəsədxanaya gəldik, amma içərdə bilməyin nə var. Mən bilirəm məsələlər, bunlar bilirəm. Çünki cahilə getmək istəmirəm, mən getmək istəyirəm məsələlər. Burası. O qədər yol gəlmişsən, biz əmər get də. Tək girmişəm rəsədxananın daxilinə. Gəldi.
Deməli, kanalın ödənişi 3 manatdır içəri girmək üçün. Bizim qrupdan demək olar heç kim girmədi, biz ikimizdən bir də müəllimədən başqa. Bir də görə Allah, qabağımıza polis gəlir. Bilməm nəyə çəkirik, çünki gözləyirik qrup yollasın, hamımız birlikdə gedək görək. Bizim qrup deyil, başqasının qrupunu göstəyirik. Belə. Buna qədər 1953-cü ildən 59-cu ilə qədər bütün SSR dövlətlərinə, o cümlədən də Azərbaycan ərazilərinə ekspedisiyalar təklif ediblər ki, ən yaxşı coğrafi nöqtə seçsinlər, orada böyük bir Deməli, çıxdıq rəsədxanadan və düşüncələrimiz nədir? Buyur. Mən bəyəndim. Yəni onun danışmağı, o haqqda məlumat verməyi, onun hamısı haqqında danışdı, bütün alətlərdə, görüntüsünə, hamısı haqqında. Bələdçin çox çəkilmədi, bilmirəm biz çəkmişik heç baxmadım da. Amma ki, mən belə deyim də, məlumatı biraz az verdi, həm də ki, demərəm ki, sıxıcı verdi, biraz az məlumat verdi. Daha maraqlı məlumatlar vermək olardı. Amma yəni ki, onların işi də belə qısa, konkret deyil. Amma ki, yəni, çox vaxt olmadı çox şeyə baxmağa. Məsələn, bizim Azərbaycanda olan alimlər haqqında danışdı, o çox yaxşı idi. Hə, bu arada. Bizi tanıdı. Ümid edirəm ki, onu çəkmişəm, yadda deyil nə çəkmişəm. Amma belə normal, ümumiyyətlə maraqlı idi. Gəlməyə dəyərdi. Çox heyif ki, bizim möhtəşəm sınıflaşmamız gəlmədi. Ayda necə dururlar? Resmen açsın.
Rəsmən. Gələk. Niyə təmrəmsən avtobusun buraya? Yəni idman edirik artıq. Deyir ki, bu boyda padio, bu hər heç nədir. Orada yuxarıda padio var. Gələk gələ gedək. Cavab özünü öldürüş yoxdur. Maraton göbək. Что тут у нас? Добрый всем вечерок. Piyada qalxmış bütün o yolu. Nəsə gəl. Bizim üçün burada yolu. Bütün qrupdan qabaqdayıq. Açın qapayın. Keçimidə. Bunlar hələ tutmuş. Hələ çox yol var ama qabaqda piyada. Piyada niyə gedirik? Çünki bir iki avtobusla qalxa bilməzmişik yolu. Sürət. Geldik yemeğe. Ölüm susuzluqdan. Normalde yatmağı sevən mənəm, amma mən nə görsə bundan deymirəm bugün. Hələ ki. Yatmağı mən belə sevməsin. Sən də gec yatırsan. Ay uşaqlar, İsmail, topu hardan götürdün? Daha indi görünce çok kızarmış. Neyse. Hi. Soluma. Sen kimsen kardeş? Ama üstten bildirim geldi. Hadi imkan ver de. Aa. Daha bir dakikada bak. Ben Şey. Bu arada. Ben niye? Niye değil? Aslında bu fotoğraf böyle ama ne söyleyeyim bilmiyorum. Tamam o hadi Allah'ım sen Allah. Her gün bilmiyorum sen de buna ne değil.